Qol güləşi üzrə Azərbaycan çempionatına start verilib. Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən yarışda tamaşaçılar maraqlı mübarizənin şahidi olublar. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Bundan sonra Azərbaycan Bodybuilding və Fitness Federasiyasının qol güləşi üzrə vitse-prezidenti Azər Məhərrəmov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi turnirlə bağlı fikirlərini bölüşüb. Daha sonra mübarizəyə start verilib. Yarışın ilk günündə idmançılar sol qol üzrə yarışlarda mübarizə aparıblar. Bu yarışda birinci yerə çıxan idmançılar bizim yığma komandada o gözləmədə olan idmançılarımızla seçim turu olacaqdır. Qalib gələnləri inşallah Avropa çempionatına aparacağıq. Mən fürsətdən istifadə edib təşəkkür etmək istəyirəm Gənclər və İdman Nazirliyinə. Fərid mənim sağ olsun, çox bizə dəstək olur. Hal-hazırda ilin axırı dünya çempionatı da Azərbaycanda keçiriləcəkdir. Bu birinci səfərdə belə formatda olur. Bu komandalar arasında keçiriləcəkdir. İdman TV-sinə təşəkkür edirik. Gəlirsə ki, sizi işıqlandırırsınız. Bizə belə diqqət qayğı ayrılığına görə İdman Gənclər Nazirliyinə xüsusi minnətdarlığımızı bildirib. Burada yer tutan idmançılar seçim turundan sonra Avropa çempionatında ölkəmizi təmsil edəcəklər. Bu il həqiqətən də bizim üçün möhtəbər bir yarışlar var. Avropa çempionatı, dünya çempionatı ilin sonunda mən professionallar arası liqada çıxış eləməliyəm. Kəməri inşallah Allahın izni Allah qismət edir. Azərbaycan'a gətirmək istəyirəm professionalların kəmərini. Qeyd edək ki, Azərbaycan çempionatında 15 yaşdan başlayaraq hər kəs öz qüvvəsini sınayır. Aprelin 19-da isə sağ qol üzrə yarışlar keçiriləcək. Bununla da ölkə çempionatına yekun vurulacaq.